Değerli dostlar, hörmətli izləyicilər, Saray qəsəbəsinə mərkəz yolu olduqca yaxın 200 metrlik məsafəsində yerləşən belə bir əla 3 otaqlı geniş həyət evi çəkib təqdim edirəm. Möhtəşəm bir evdir değerli dostlar. 2 ədəd yanaşı ev idi, o artıq satılıb. Bu qalır değerli dostlar. Həyətyan sahəsini göstərim. Geniş həyətyan sahəsi var. 2 sota yaxın torpaq sahəsində inşa olunub. Qazın suyun işığın fasiləsi olduğu mərkəz kanalizasyon fəaliyyət göstərdiyi bir ərazidir. Qoşadaşla inşa olunub, əvvəldən axıracan cüt kubik mərtəbəni yekunlu beton kəmər atılıb. Həyətyan sahəsinə bir daha baxaq və keçək evin daxili təqdimatına. Deməli, təqdimatda qranit gördüyünüz yerlər istifoldur, hörmətli izləyicilər. Dəhlizdir, mətbəxdir, sanuzelli, isti döşəmə ilə təchiz olunub. Giriş isə bu qaydadadır, hörmətli izləyicilər. Daxil oluruq evə, sağ hissədə yerləşir evin zal hissəsi. Baxın, belə bir zal hissə yerləşir. Deməli, belə bir zal hissə mövcuddur, hörmətli izləyicilər. Geniş vitraj pəncərələr. Burada yolkada qoyulub. Yeni il qabağı özünüzə, öz ailənizə hədiyyə edə bilərsiniz. Möhtəşəm bir evdə əla qiymətdən təklif olunur. Saray qiymətinə, Saray postuna üzr istəyirəm. Ümumi 1 kilometrlik məsafədə yerləşir. Qoşadaşla inşa olunub, kondisioner TV xətti bütün otaqlara çəkilib hazır vəziyyətdə, hörmətli izləyicilər. Burada yataq otaqlarından biri yerləşir. Əla bir evdə, sözün həqiqi mənasında. Sahəsi 90 kvadrat metrdir. Torpaq sahəsi isə 2 sota yaxındır. Evin ilkin qiyməti 77 min manatdan təklif olunur. Alıcılara endirim etmək mümkündür, razılaşmaq, qiymətdə razılaşmaq mümkündür, hörmətli izləyicilər. Deməli, mətbəx sahəsini də sizə göstərim. Mətbəx də istifoldur, qeyd etdiyim kimi kollektor sistemi bu hissədə yığılıb, hörmətli izləyicilər. Qiyməti 77 mindir. Saray postuna 1 kilometrlik məsafədə əsas magistral yolun 250 metrliyində yerləşir. Paket Qutuçalı dövlət ipotekasına yararlı əla bir evdir. Əlaqə saxlamağı unutmayın, qeyd etdiyim kimi alıcılarla qiymətdə razılaşma mümkündür. Əlaqə nömrəsi 077 744 36 33. Sağ olun değerli dostlar, hələlik növbət təqdimatlarda görüşmək ümidi ilə, sağ olun, salamat qalın.